Hamıya salam dostlar. Bugün sizlerle birlikte size söz vermiştim ki yeni evim gələndə, yeni eşyalar gələndə sizə göstərəcəydim falan, ev düzəldəcəydim. Və mən bir video çəkmişdim. Video çəkmişəm, biraz gözlətdim deyənə o mənə gəlmədi video, silindi. Ona görə də dostlar, evimi düzəltmişəm, ona görə də indi göstərəcəm evimi. Sadəcə buranı göstərəcəm, üst katı eləməmişəm. Çünki buralarda sizə söz vermişdim ki, buranı eləyəcəm. Üst kat süperdi. Oraya biraz bir gül falan qoymuşam. Belə bunlardan falan. Baxın, bura qəşəng belə bəzəmişəm. Baxın belə gözəlcəsinə. Bu pərdə də əslində. Baxın, görün nə qəşəng oldu bura. Bura da beləçinə bəzəmişəm. Kuxuma da dəyişikliyi vermişəm. Kuxuma çox belə kalabalık. Yemek tarifi kitaplar falan. Boş. Biraz salonumuz, bizim zalımız da biraz balaca olabilir. Hem de biraz çok da yere geçiyor ama ben böyle söyledim. Burada da nem aile tablosu kimi bir şeylermişim. Burada da bizim hemşire kimi şöyle falan bilmirəm özümdə. Burada bizim həyətimiz, gözəl ağaçlar falan gəldi. Şimdi dostlar sizə gələn əşyaları göstərəcəm. İlk qrafatdan burada bu pərdədən gəlib. Baxın, bağlar açılıb örtülür. Sonra burada bunlardan beləçini gözəl, baxın buradan sonrası təzə gələn güllərdir. Bunu alırsınız, sonra bunlardan baxın içine bunlar çıxır. Mən yəni bunlardan içine yapmışam. Baxın, buranı belə baxın dostlar düzmüşəm. Sonra burada başka işıqlardan da bu gəldi. Sonra ne var? Sonra oyun konusunda işleyeceğim. Buradan bakın. Burada beləçinə böyle şeyler gəlib də böyle 4 dənəsi gəlibdi. Burada oturacaq falan filan. Buradan bakın. Sonra burada böyle başlayan gəlib. Zaten buraya hiç yok idi. Təzə gəlib bunlar. Burada 3 tane bir şey gelip burada böyle taşlar falan var. Ve 2 tane de ağaç var. Bir tane ağaç da koymuşum şöyle. Koymuşum. Hayatına koymuşum. Burada buzlar koymuşum. Ve dostlar arka plandaki dostlar arka plandaki. Ve dostlar bugünlük bu kadar olsun. Sizi çok seviyorum. Maalesef ki yani dostlar video çektim, o da silindi, ona görə geçemedim, düzəlmədi. Yoxsa güzel bir video planlamışdım ben sizin için. Ama zarar yoktu. Ve dostlar ayın 7'si de yeni hediyeler falan getirmesi için. Şimdi buradan size göstereyim. Ve evet. Burada nasıl gələcəkdir? Ama Ağustos 4 Ağustos. Vay. O ayın 18'i yeni yermə açılacaqdı. Sentyabrın biri təzə şeyler, paltarlar gələcəkdi. Vay. Bunlar maalesef ki de 25 tane aşağı geldi. 28 böyle. 28 biriydi. Ağustos 4 Ağustos. 2 tane değil renk geldi ama şimdi gelmeye bakın. Neyse de. Fairly Gifts.
Bakın mini soğuk mini 1 2 3 4 5 tane. Bu da şeydir, ayın 7'si gələn əşyalar falandır. 14'dən əşyalar bunları açanda paltar çıxa bilər. 21'i də daha bilinmir. 28'i də ayıb. Mini soğudan bir şeyler çıkıyor. Yalandı kaka, yalandı. Bunlar mən yalan dedim dostlar. İnanmıyorum. Burada da bunlar bəsinə tərcəlim alırsın, nə alırsın? Alamam. Vay, neyse dostlar. Sağ olun dostlar, sizi çok severim. Buradan size öpürəm. Like atıp abone olmayı unutmayın.